Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Azərbaycandan Dünyaya proqramının bir yeni sayı ilə sizin huzurunuzdayıq. Bugün qonağımız çox dəyərli Taymaz Urmulu bəydir. Ben sizə az da olsa, qısa da olsa tanıtmaq istəyirəm Taymaz bəyi. Taymaz bəy Güney Azərbaycanın tanıdan fəallarımızdandır. 15 ildən çoxdur yurt dışında yaşasa da, xaricdə həm Türkiyədə, həm Amerikada Güney Azərbaycanı tanıtmağa davam eləyib. Ölkə içində olanda da, Güney Azərbaycanda olduğu dönəmdə də Urm üzrə xeyli tədqiqatlar ortaya qoyub, Urmu ilə bağlı yazılar yayınlayıb. Mən bu proqramda Taymaz bəylə müzakirələr eləmək istədim. Nədən? Çünki bizim ziyalılarımızın, bizim milli fəallarımızın hamısının aktiv şəkildə Güney Azərbaycanla bağlı işi ortaya qoymağını istəyirəm. Hamısının səsini bizim kanaldan da duyulmasını istəyirəm. Çünki biz gördük ki, müəyyən projelər içində, müəyyən pul alaraq və ya dəstək alaraq Güney Azərbaycan davasında fəaliyyət göstərənlər uğurlu sonuc əldə edə bilmədilər. Xüsusən bu İran-İsrail-Amerika savaşında biz Güney Azərbaycanla bağlı istədiyimiz nəticələri, istədiyimiz reaksiyaları ala bilmədik. Bir daha xoş gəldiniz Taymaz bəy. Mən öncə bugünkü vəziyyətlə bağlı sizin fikirlərinizi eşitmək istəyirəm. Nə baş verdi? Yəni bu dəqiqə demək olar ki, müharibə sona çatmış kimi görünür. Müzakirələr davam edir barış üçün. Nə qərara gələcəklər o bəlli deyil, amma o aktiv faza dediyimiz bir faza keçdi. Amma maalesef ki biz Güney Azərbaycanla bağlı bir sonuç da əldə edə bilmədik. İstədiyimiz reaksiyanı da ala bilmədik. Bax, bu dönemdə sizin gördüyünüz bir müşahidəsi kimi nə baş verdi? Öncə sizi salamlayıram. Bütün bizi görənləri, izləyənləri salamlayıram. Uğurlar dilərim. Bildiyiniz üzrə hal-hazırdakı İranın rejimi Pəhləvi rejiminin imtidadıdır. Yəni oradan gəlir. Bunun məfkurəsi emperyalizmi bir məfkurədir. Yəni bir yayımcılıq, müstəmsəkə etmək və asimilə etmək üzərində gedir. Bunun 50-60 ili Pəhləvi dönəmində Bastan keçmiş Pərs imperatorluğunun üzərində gedib. Keçən 47 ildə də onun o bir qanatı şiəçilik, müstəmsəkəçiliyi və istila siyasəti ilə gedibdir. Bunların əsl hədəfi budur ki, İranın qədim Sasani imperiyasını ihya etsinlər. O yüzden də indiki sərhədləri aparıb Mediterane dəryasına, Ağdənizə mülhəq edib, bütün bu Əraqda olan, Suriyədə olan, Yəməndə olan, hətta Əfqanistanda olan olayların bir çoxunu bunların barmağı var. Bu şah zamanı da belədir. Yəni o zaman Zuffarda şah dövləti gedib, ordu əndirib, oradakı milləti sakitlədi. Bunlar çox yerdə dəxalət elədilər. Min cümlə Liblanda şah əməli İslami organizasyonu yarattı. Brucerdi o zaman mallaların, yəni mərcələrin, birinci mərcənin əli ilə orada yarattı və o əməl İslamı çöndü, büyün olubdu. O payədə olub Hizbullah Lübnan. Yəni bunlar ikisi bir hökumətdilər. Müxtəlif geyimlərdə, müxtəlif söyləmlərdə, amma beyin həmandır. Hər halda bu emperyalizm məntəqədə cavabı əks sədasını alır da, bir serisi bundan müxalifətlər, bunun şiəçiliyinə müxalifət, sünniçilik, çox had sünniçilik çıxdı. Bir tərəfdən də bu gedir, hər halda gənə İsrail ilə orada təzadlıda olur. Yəni bunların mənfəətləri bir-birindən sürtüşür. Buna baxmayaraq ki, bu Pərs İrançılığı və ya yeni bu faşizmi, İrancılıq faşizmi Pəhləvi dönəmindən başlanıb, əsasən Yahudilərin yaratdığı
və ona sənəd yaratdığı bir hərəkətdir. Ancaq eynən məsələn Osmanlı və Səfəviyyə dövrü kimi iki imperiya o qədər böyür ki, buna baxmayaraq ki, ikisi bir dindəndilər, bir kökdəndilər, bir ədəbiyyat, bir tarixdən gəliblər. Amma bir yerə yetişir ki, bunların mənfəətləri bir-birinə sürtüşür və orada savaş yaranır. Burada da eyni məsələ qabağa gəlir. Yəni iki emperyalist düşüncə, bir tərəfdə İsrail deyir ki, mən Nildən Furata qədər bu torpaqlar mənimdir. Bunu Allah mənə Tanrı Yahuvə vəd edibdir. Bunları mən alacağam. Bu tərəfdən də bir dənə Pərs imperatorluğu deyir ki, mən də gəlib Sasanlığı ehya edib. Bu məntəqənin birinci qüdrət olacağım və bunlar nəhayətdə bir yerdə gəlib, bir yerdə çatışırlar. Bu çatışma ən böyük zərəri İran xalqına və İranın xalqlarınadır. Yəni bir despot bir hökumət, bir xəyali, mütəvəhhim bir hökumət, bir düşməni fokusa alıb, öz xalqını əzir, başqa millətlərin içində özünə müttəfiq yaradır. Bunların Hüseyniyonu vardı Azərbaycanda, bunların Zeynəbləri vardı Pakistanda, bənzərləri var Əfqanistanda, Həşd şəbləri var Ərəqdə, Yəməndə Husilər və Suriyədə o Ələvilərin təriqi ilə başqa olaylar, eyni şeyləri yaratdılar. Hizbullahlar vardı Lübnanda və daimən onları bir satrap kimi görürlər Sasani dönəmi. Nəhayətdə bu çatışma gəldi, oraya yetişdi ki, biz keçən il 6-7 ay bundan qabaq birinci həqiqi savaşı gördük İsrail və İran arasında. Ancaq iki tərəf də bir-birini sınadılar. Bir-birinin qüvvətlərin, zəiflərini tanıyıb. İkinci dövrü ki, indi 40 gün bundan qabaq başladı, bunu şiddətlə qabağa apardılar. İran da böyük zərbələr vurdu İsrailə, İsrail də İrana böyük zərbələr vurdu, Amerika da gəldi, böyük zərbələr vurdu. Ancaq İranın mövqeyiyyəti, böyüklüyü və bu məntəqədə yaydığı 40 il bundan qabaqdan, 50 il bundan qabaqdan buna proqram yapdığı aynən Həsən Səbbah kimi bir terroristik qruplar icad elədi və bunu deyim ki, elə bu Perslər ya Farslar dünyanın ən qədim terroristləridirlər, ən qədim terrorist qruplarını yaradıblar. Bu Həsən Səbbah elə bir eynən indiki İran rejiminin bir qədim versiyasıdır. Hər yerdə terroristi var, hər yerdə gedir, eləyə bilir şahları, sultanları, vəzirləri, vəkilləri, din adamlarını, elm adamlarını öldürsün və oradan o əqidəsini onlara ənfüzə eləsin və ya istədiklərini şey eləsin. Pis mənada bir ənənə qoydu. Pis mənada bir ənənə qoydu deyək. Bəli, bəli. Yəni bu yüzillər ilə bunların altyapısında, backgroundlarında, beyinlərində bu var. Bunların dövlətçiliyini buna izahdır. Hətta Türkiyədə İran diplomasiyasına deyərlər əcəm diplomasiyası. Bəli. Yəni diplomasiyası kimi, Romların diplomasiyası kimi, bunların da bir diplomasiyaları var. Çox danışmaq, yalan danışmaq və arxasından terrorla eləyə bilirlər ki, məsələn, bunlar yaxşı savaşa bilməzlər, amma çox gözəl müzakirə eləyə bilərlər və çox gözəl terror yarada bilərlər. 800 ildən bəri hətta heç olmasa bu vardı İran gələnəyində versiyanı. Nəhayət bu sürtüşmələr gəldi, bu savaş oldu. Bir mərhələyə yetişdi ki, İsrail də tükəndi, Amerika da tükəndi, İranın özü də tükəndi. Yəni, heç birinə qələbə eləyə bilmədi. Bəzi mümkündür deyək ki, yox, İran dağıldı, aradan getdi. Mən deyirəm, yox, İranın yapısı dağılmağa əlgədər. Yəni, bunun rəhbəri ölər, yerinə bir ayrısını qoyar. Komandanı ölər, onun yerinə qoyar. Çünki bunlar o qədər kalitəli insanlar deyirlər ki, getsə onun yerinə adam tapılmaya. Çox nadir kalitəli adamları vardır. Onun da yerini doldururlar. O sistem, bir dənə sistemdir ki, oxtapız kimi. Bu qolun vurursan, o qolu çıxır. O qolun vurursan və bunun üzərində düzəlibdir İran rejimi və İranın sistemi. Ona görə İrana bir şey eləyə bilmədilər. Çünki İran
xalqının ölümündən, ölkəsinin dağılmasından, ot tutmasından, altyapının aradan getməsindən bu narahat olmaz. İnsanların ölməsindən narahat deyil, bəli. Narahat da, hətta onu da özünə bir misyon yoxdur ki, mən xalqımı rəfahda yaşadım, başqa ölkələri ilə sülhdə, səfada keçinin, bir yerdə bir abadanlıq yaradım. Belə bir məfkurəsi yoxdur. Ona görə bunu siz vurmaq ilə, yıxmaq ilə yıxa bilməzsiniz. Bunu mədəni hərəkətlər fəqət yıxa bilər. Bunu insanlar, beyinləri... Yəni, siz deyirsiniz ki, qıraqdan bir müdaxilə ilə İranda sistem dəyişməz, içərdən dəyişilməlidir. Ola bilməz. Gedib xiyabanda yıxıbdır, tökməklə də olmaz. Görürsünüz ki, burada dönəm-dönəm çoxlu adamlar öldürüblər xiyabanda. Bəli, bəli. Bu sadəcə millət onun əks silahını işlədərək bunu yıxa bilər. Yəni, o deyir, maariflənmə, insanlar maariflənmələr lazımdır. Organizə olma, insanlar organizə olmalıqlar lazımdır. Bu dünyanın, bugünkü dünyaya entegre olma, insanlar ona entegre olmalılar lazımdır. Bu mədəni hərəkətlər yaratmaq lazımdır ki, bunu çökdürsünlər. Yoxsa bu nə çökər, bu nə yıxılar, onu öldürsən ayrısın bir yerə, onu qoysan ayrısını öldürər. Necə ki, hər dönəm ki, bunları vurublar, öldürüblər, bunların daha sərt versiyası gəlibdir. Yəni, 1979-da, sonra inqilabdan sonra 1980-da, 80-də bunların üst düzey yönəticilərini Cumhuri İslami adında bir partiyanın qurultayında patlatdılar. Bunların 72'si öldü. Onun dalı bir həftə sonra, 2 həftə sonra Cumhurbaşqanı və o zamanın kabinet sədrini patlatdılar, o da öldü. Gene bir şey olmadı. İndi gördünüz ki, hətta Xameneyini öldürdülər, gene bir şey olmadı. 40-50 pasların öldürdülər, gene de bir şey olmadı. Bugün de bir şey olmayıb. Görürsünüz, elə idaməsi var. Bugün Qalibaf öldürsələr, gene de onun yerinin adamları var. Nəhayətdə, bu gəldi, hər tərəf hamı açmaza düşdü. Bunlar bir ateşkəs verdilər. Getdilər Pakistana, 2 gün orada müzakirə olub. İndi biraz öncədəki biz xəbərini aldıq ki, bir sonuc alınmayıbdır. Amerikalılar getdilər Amerikaya, bunlar da İrana. İndi bu ateşkəs necə davam edəcəkdir, bunlar arxada necə bir-birlərinə söhbət edəcəklər, hələ məchuldur. Yəni, buraya kimi bütün ölkələrə, bizim qonşuluqlarımıza, İsrailə qədər, hər yerə bunların əlləri yetişib, ölüm aparıblar, yıxım aparıblar, göz yaşı aparıblar. İsrail də eynən bunların tayı bir hökumətdir, o da dini bir hökumətdir, o da bir imperialist bir hökumətdir, o da eynisin gənə bütün bu millətlərə o da gətiribdir. Onun da xalqı heç xoşbəxt bir xalqdır. Mən fikrimi deyim bu barədə. Sizinlə istəyirəm müzakirə vəziyyətində getsin proqramımız. Deməli, bunlar nə edəcəklər? Çünki bilirsiniz də Netanyahu yönetimdən getməkdən qorxur. Yəni uzun zamandır ölkə içində də onun istifasını tələb eləyirlər. Qazze məsələsini də ona görə bu vəziyyətə gətirmişdi. Bir-birlərinə arada bir füzə atacaqlar. Burada da sistem cəmaatı qorxudacaq ki, biz müharibə vəziyyətindəyik, səsi çıxan olsa vətən xaini elan edib basacağım. Oradakı da deyəcək ki, mən müharibə vəziyyətindəyəm, bu dəqiqə hökumətin dəyişməyi İsraili zəif salacaq. Bu şəkildə anlaşmalı döyüş kimi gəlir mənə. Yəni, mənə elə gəlir ki, bunlar elə ikisinin də işinə yarayır indiki vəziyyət. Mən də sizinlə həmaqidəyəm. Elə bundan qabaq da bu cür olub. Bu göğe sürtüşmədən qabaq, elə hər zaman bunlar belə bir-birlərlə münasibət bəsləyiblər. Bundan sonra da mən bunun çox dəyişəcəyinə inanmıram. Çünki İranın rejimini yıxmağa bir əskəri hərəkəti ilə heç olmasa 700 min, 1 milyon əskər lazımdır. Onu heç kəs təmin edə bilməz və ya istəməz ki, etsin. Və bu davam edəcəkdir. Arada gəlib vuracaqlar, altyapıları falanları. Daha millət, daha kasıb, millət ölümü olacaq. Daha gəncil, daha despot bir rejim. O tərəfdə də Netanyahu istəyəcək ki, zindana getməsin, qüdrətdən xəl olunmasın. Bu elə davam edəcək məncə. Yəni o qədər daha da pislik elədilər, həm də İran rejimini cavanlaşdırdılar başın.
Çünkü Tabii, yaşlıların çoxunu öldürdülər, gəncləşdi biraz da, cəmaata zülm oldu. tabii, tabii. Mən istəyirəm ki, biz keçək Güney Azərbaycan məsələsinə. Buyurun. Yəni məni çox üzən məsələlərdən biri də bu oldu ki, Güney Azərbaycan məsələsi ən yaxın bizə Türkiyədir. Türkiyədə belə yetərincə dəstək görmədi, hamı İranı dəstəklədi. Deməli ki, bu günə qədər olmuş buradakı fəaliyyətlər boş imiş. Biz özümüzü, dərdimizi tanıda bilməmişik qardaşımıza. Amma bunun üstünə bir də duzu biberi oldu Avropadakı bəzilərin gedib Kürdlərlə, Farslarla əl sıxışması, bir masada oturması, xüsusən bu son Londondakı tədbir həqiqətən də ciddi etirazlara səbəb oldu. Mən bu məsələ ilə bağlı istəyirəm sizin fikrinizi öyrənim. Yəni həqiqətən də mi çöldə olan, yəni xaricdə, İran xaricində Güney Azərbaycanı təmsil edənlərin hamısı təmiz niyyətlidir? Baxın, çox qısa mən buna gənə bir ön baxışla gedim, bir tarixi baxışla. Qacar yıxılandan sonra, İranda Pəhləvi gələndən sonra bir məfkürə yarandı, dediyim demin Yahudilərin əli ilə İran şəhri məfkürəsi. Yəni bütün bu millət Pərsidir, orada olan indiki türkcə danışanlar da onlar Azəridirlər falan filan. Bunlar bir Azərbaycan xalqının içində bir kəsim yaratdılar ki, indi onlar İran şəhridirlər, İrancıdırlar. Onlar iki yerə bölünürlər. Biri indiki bu pəhləviçilərin qədim Pərs imperiyasını təbliğ edənlər, bir serisi də indiki İran hökumətinin şiəçilik, bu imperializmin güdənlər və bunu təqviyyət edənlər, bunu dayaq duranlar. Bir kəsim də yarandı elə o zaman türklər, amma Osmanlı türkçülüğü qabağa aparanlar. Onlar da İranı Türk yurdu ünvanında, buna baxmayaraq ki, İranda başqa millətlər də var. Eynən Osmanlı kimi bir dövlət olmasının təmənnisi də olanlar və İranı çox bütün bir şey görmək və İranın parçalanmağıya, İranın zərər görməyini Türkiyəyə zərər görməyi ilə bir gördülər. İndi o məfkürə bizim dövlətimizdə indi bu dəqiqə vardı. Ona görə Türkiyənin həm sağçısı, həm solçusu İrancıdır eyni halda. Yəni heç qəbul edə bilmir ki, İrana bir söz desinlər, bir şey eləsinlər. Bunların bəzisi televizyonda çıxır, deyir ki, bu qədim dövlətdir, Pərs gələnləri var. Bəzi də çıxır, deyir, yox, ora İran dövlətidir, Türk dövlətidir. Amma nəticəsi elə budur ki, siz buyurdunuz. Bir dənə də ayrı kəsim İranda yarandı bölüşvişlərdən sonra, xüsusən 2-ci Dünya müharibəsindən sonra, Pişəvər hərəkətindən sonra, bunlar solcu Azərbaycanlılar. Azərbaycan bildilər ki, Azərbaycan ayrı bir mahiyyətdə bir üzvüdür. Ancaq bunu hər zaman İran içində istədilər. Hər zaman bunu İran məfkürəsinin altında gördülər. Heç zaman buna hakimiyyət səviyyəsinə gəlmək, ayrılması, müstəqil olması, dövlət qurması fikrində olmadılar. Bunların da o Kəbələri, bunların da arzuları, o ülgüləri, Mədini, fazilələri hər zaman oldu Moskova. Bunlar bu solçular idilər. Türkcə danışırdılar, musiqi yaradırdılar, tiyatro yaradırdılar, amma məfkürə solçu məfkürə idi və bu solçu məfkürəni qoymuşlar İrancılığın ixtiyarında. Bunlar məsələn Tudəni də yaratdılar, bunlar Çirkayı Fədai xalqı da yaratdılar. İndiki o kəsimdəki siz buyurursunuz, hamısı odan gəlibdir. Yəni ya qədim Tudəçi imişlər, ya qədim Çirkayı Fədai imişlər, solçu qruplardan imişlər. Gəliblər, gediblər, elə SSR-i aradan getmədən gediblər bəzi SSR-yə, bəzi Avropaya, sonra yığışıblar, bunların da əksəriyyəti indi yığışıbdır Suedə. Bunlar türkcə danışırlar, yazında şeyirlər, hətta bunlar bir qismində mail olublar indi bu Türkiyənin tərəfinə, amma Türkiyəyə müxalif olaraq çox ciddi dərəcədə deyirlər ki, biz gərək Azərbaycandır, Azərbaycan dilidir falan da bunlar deməyək, biz ciddi dərəcədə Türkük, amma İranlı Türkük. Heç cürə bunlar razı ola bilmirlər ki, hətta indiki hal-hazır təşkilatlarla, fəalları ilə, içəridə olan bozqurtçuları ilə, traktorçularla münasibət qursunlar, danışsınlar. Amma çox rahatlıq ilə həm kürdlər ilə, həm
farslar ilə münasibətdədirlər. Bunların televiziyonlarına çıxırlar, bunların konqrələrinə gedirlər və falan və falan və falan. Yəni bunlar bir dənə o Truva atı kimi bir şeyə dönüblər. Bunları hər yerdə çağırırlar, televizyonlara çıxardırlar. Bunlar Azərbaycan millətinin çoxunluqla təfəkkürünü əks edilmiş kimi məruf olurlar. Əslində 5 nəfər, 10 nəfər, bəlkə nəhayət bütün ölkələrdə 20 nəfər olarlar ya olmazlar. Amma bunlar hər yerdə hər zaman vardılar, rəsmiyyətə tanınırlar və gedirlər, söhbət edirlər və biz ilə danışanda bizə qoyduqları proqramlarda, yazılarda başqa bir sözlər deyirlər, amma onların televizyonlarına çıxdığı, konqrələrinə çıxdığında tamamən fars olurlar, tamamən onların sözlərini deyirlər və bütün bizim hər şeyi yaddan çıxardırlar. Necə ki, bu konqrədə gedib söhbətlərini tənqid edən bizim milli fəallara Sayın Əli Rza Ərdəbil çıxdı, deyir ki, siz adət edibsiniz ki, biz zikri müsibət edəyik. Yox, biz orada zikri müsibət eləmədik. Yox, qardaşım, biz müsibətin içindəyik. Siz orada eynən o Bəluçun nümayəndəsi kimi, xanım Fəribə Bəluç, ya Hizb-i Təzamun Əhvazın ərəblərin nümayəndəsi kimi çıxıb dərdinizi deyəcəydiniz. Çıxıb zikri müsibət edəcəydiniz. Eləmədiniz. Bir kəlmə getmədi. Yox, xanım fəqət çıxdı, bir dedi ki, salam aleyküm, mən Türkəm falan. Sonra da güldülər, çəpi çapıda filan. Geçdilər ki, biz İranlıyıq. Yəni, məsələ bundan ibarət oldu. Yəni, mən bunu özəldir, belə deyəm. Mən bir şey deyim, Taymaz bəy. Bu barədə mənim fikrim belədir ki, xalqın tamamı, Güney Azərbaycan insanının tamamı belə, orada farslaşmış olsa belə, asimilə olmuş olsa belə, o ölkəni istəsə belə, aydınlar, milli fəalların görəvi odur ki, o xalqın gözünü açsın, kim olduğunu xatırlatsın və sənin haqqın nədir onu anlatsın. Yəni, burada gedib demək ki, oradakıların çoxu məsələn İranı istəyir, bu yanlışdır. İstəyə bilərlər. Onlar illərlə asimilə olmuş millətdir, zülm altında, bir çörəyin ardında. Bəs sən niyə aydınsan? Bəs sən niyə milli fəalsan? Yəni, sənin mübarizə məqsədi nədir onda? İranı dəstəkləmək istəsən, onda Avropada nə gəzirsən? Güney Azərbaycan adından niyə pullar, paralar alıb, projelər alıb iş görürsən? Yəni, bunlar deyəsən, həqiqətən də olduqları yerin mahiyyətini anlamayıblar. Yəni, mən başa düşürəm, 45 milyon deyirik, 40 milyon deyirik ki, nə qədərsə orada insan var. Onlar bütün günü televizorda şiə, təbliğat eşidirlər, İranın içindədirlər, yetərincə təhsil almayıblar, aldıqları təhsil parçadır. Bunların bəziləri deyə bilər ki, bir çoxu da deyə bilər ki, mən İran hökumətini dəstəkləyirəm, mən nə bilim, türk deyiləm, azəriyəm, amma milli fəal olaraq sənin görəvin nədir? Sən sözçü deyilsən, sən aydınsan, sən onları aydınlatmaq üçün o görəvdəsən, milli fəal ona deyilir. Yəni, ciddi şəkildə kavram kayması deyirlər türklər, burada özlərin bilmirlər, tapmayıblar kimdir və mən çox qəribə gəlir ki, farslarla gedib bir ortamda olmaq onları xoşbəxt edir. Mən o videoların hamısını izlədim. Bir fəxrlə, bir fərəhlə, elə bil ki, onları insan yerinə qoyublar deyə sevinirlər. Və mən orada sizin də fikrinizi bundan bağlı eşitmək istəyirəm. İncidən məsələlərdən biri də bu oldu ki, farsça danışırlar. Yəni, sən öz millətini təmsil edirsən, öz millətinin dalında danış, dilində danış, tələb elə ki, mənə bir tərcüman verin, tərcümə eləsin. Olmadı, İngiliscə danış. Ortaq konferans dili olsun. Amma gedib farsça danışma. O zaman sən orada heç kimi inandıra bilmərsən dünya çapında ki, sən farsdan ayrılmaq istəyirsən. Bu barədə sizin fikrinizi bilmək istəyirəm. Zaten onlar heç zamanda Azərbaycanın müstəqil olmağına və ya milli hakimiyyəti qurmağa, hətta İran içində bir milli hakimiyyəti olmağına da inanmırlar. Sözdə federalçılığı deyirlər, amma heç tərif eləmirlər ki, Azərbaycanın sərhədləri haradır, Azərbaycanın qurumları haradır. Əgər Azərbaycanın sərhəddinə inanmış olsaydılar, heç zaman kütlərlə gedib, əl-ələ verib, Pəhləvi bayrağı altında demin oturub, xanım Semin Səbri film çəkməzdi, əks çəkməzdi. Bunlar baxın, Türkiyə Afrində müdaxilə etdiyi zaman, o terroristan dövlətini dağıtdığı zaman Sayın Yunus Şamili çıxıb Türkiyənin faşist işğalçı
ünvan elədi. Rəsmi yazı yazdı, fars dilində də yazdı, türkçədə proqram düzəltdi. Yəni bunlar bizim torpaqlarımıza ehtiramları, saydıqları yoxdur. Bunlar bizi yıxmaq üçün, bunlar bizimlə antitez yaratmaq üçün türkçülük, o bildikləri türkçülüğü ünvan edirlər. Halbuki türkçülük bizik da, türkün də əsli, Oğuzun da əsli elə gənə Azərbaycandır da. Gənə Anadoluya gedən türklər də, Səlcuqlular da, qoşanlar da, Osmanlını da, bunlar da gənə Oğuz türkləridir. Gənə Azərbaycandan gedənlərdir. Orada Qınıq boyu, orada Əfşar boyu, orada Kayılar falan, onlar hamısı Azərbaycandan gedəndir. Urmiyədə kət var, adı Kayıdır. Yəni Osmanlı dövlətini quran millət Urmiyədə var. Kayı kəndi. Bütün baxın, məsələn, Kars vardı orada. Karsın ətrafında kətlər falan, hamısı Azərbaycanlıdır. Elə indiki bizim Azərbaycan dilimizdə danışılır. Muşu o cürdür, başqa yerləri o cürdür. Bütün yerlərdə, baxın, siz geçsəz hətta Suriyədə, Urmiyədə olan kətlərin adı Suriyədə var. Urmiyədə olan kətlərin adı, məsələn, Iğdır. Urmiyədə kət var, Türkiyədə şəhərdir. Yəni, bunlar yəni, kimsə deyə bilməz ki, biz oradan ayrıyıq, orada. Amma onun da əsli gənə Azərbaycanlıdır. Onun dili də gənə Azərbaycanlıdır. Biraz coğrafiya, dövlət ayrımçılığından, Avropaya yaxınlığından falan ləhcələr çönüb fərqli olur. Amma siz indi gənə baxsaz, bir Urmiyəli danışanda eynən bir Gəncəlidir. Bir Ərdəbili danışanda eynən bir Bakılıdır. Bir Makulu danışanda eynən Nəxçıvanlıdır. Bir Zəncanlı danışanda eynən elə bir ki, biri Diyarbəkirdə danışır. Biri elə bir ki, yəni baxın, bizim Azərbaycanlılar, məsələn, ertəsi gün deyərlər, ertə deyərlər, eynən Türkiyəlilər kimi. Ayaqqabı deyərlər, eynən Türkiyəlilər kimi. Yəni bizim çeşitli türklərimiz, bütün dünyaya səpələn türklər Azərbaycanda mütmərkiz olublar və ya Azərbaycana gəliblər və sonra Azərbaycandan gənə dağılıblar dünyanın gənə hər tərəfinə. Urmiyə, Urumçu ilə bacıdır. Yəni siz burada bu Uyğur türklərinin bir rəhbəri vardı, burada Vaşinqtondadır. İnanın, bunun mən fotoğrafını tapıb sizə göndərərəm. Mənim bir bibi qızım var, eynən bunun elə bir ki, əkiz bacısıdır. Yəni o tökümümüz, qiyafəmiz, dilimiz, yeməyimiz, hər bir şeyimiz biz birik. Amma bunlar buna inanmırlar. Bunlar bəzi şeyləri alıb, iltiqatı, yəni yaradıb. Biraz komünizmdən, biraz İrançılıqdan, biraz türkçülükdən yaradıb. Orada bir misyon özlərinə icad ediblər ki, biz heç cürə qoymayacaq. Azərbaycan hakimiyyəti olar, biz qoymayacaq, bizim millətimiz fikir eləyək ki, ayrıdır. Biz qoymayacaq ki, bizim millətimiz inana ki, dövlətlər qurub, torpaqlar alıb, fətihlər edib. Biz elə İran dövlətinin hər kim olur olsun, amma xoşdil olsun, amma məsələn feminist olsun, falan olsun, minijov olsun, alkol serv edəsin, biz onun təhdində olacaq. Bunu da əmələn elə konqrelərində dedilər. Bunu qabaqca da deyiblər, bunu indi də deyiblər. Bunlar bir adam gedir, oturur bir terörist qrupu ilə, əl-ələ verir, söhbət edir və ona demir ki, Urmiyə Azərbaycandır, ona demir ki, Maço Azərbaycandır, siz bizim torpağımıza göz tikə bilməzsiniz. Və ya desə də o qədər deyir ki, bizə desin ki, bax, dedik da biz da neyniyək indi bu dəqiqə. Və lap üzücüsü budur ki, Sayın Rıza Talibi çıxıb Türkiyə televizyonlarında bir neçə kanalda da ünvan elədi. Dedi, Ərbilə yığışan o Kürt qruplar ki, qərar idi, bu savaşın içində İrana girələr və gedib rejim sakit edirlər. Onların içində bir Azərbaycan təşkilatı da var idi. Onların içində bir Azərbaycanlı da var idi. Bunlar da onları ilə zət edir. Kim idi o Taymaz bəy? Onu mən zəng elədim, Rıza bəyə soruşdum, demədi mənə. Amma biz bunları ifşa eləməliyik. Biz bunları ifşa eləmədiyimiz sürəcə
Bəli, Güney Baxın, Azərbaycan Milli Hərəkatına çox böyük zərbə vururlar bunlar. bazı şeyler vardı. Biz Amerika'da, Avrupa'da yaşıyoruz. Sənədsiz söz dediğimiz zaman, yani biz indi həds vururuq da, indi fikrimizə gəlir, kim oraya gedə bilər? Yani indi sizə desələr, məsələn, bir Taymaz var, Ali var, Hüseyin var, Taymaz getmişdi Ərbilə, siz deyərsiniz, bu gedə bilməz. Bunun işi də. Amma o Həsən Hüseyndən birini siz həds vura bilərsiniz. Biz indi o hədsdə, biz onu təxmin edirik kimlər gediblər. Amma onu deyə bilmirik. Onu kaş ki Rıza bəy deyəydi, amma hətmən onun da bir seri məsələlər vardı, deyə bilmirik. Amma biz bilirik ki, orada var imişlər. Onlar ilə indi ya bilmirəm Zoom ilə falandan oradaymışlar, ya elə vaqəən orada fiziki olaraq var imişlər. Amma hər şey göstərdi ki, bir dəxələ bizim içimizdən bir seyir adamlar var, bunu bu məfkurlərə qulluq edirlər. Və bir tərəfdən Yəni biz həm həm İran rejimi ilə savaşırıq, həm İran çevrəsində bizimlə bağlı yanlış algısı olan insanlarla savaşırıq, həm də bu milli fəal deyən özləri ilə savaşırıq. Yəni bu həqiqətən də çox ağır bir durum. Bizcə çox ağır bir durumdur. Yəni belə bir şey. Bu əlbəttə bu tarixdə kökü vardı. Məsələn, İsmail Smitko Hərki Şikak bəyi Salmas ətrafından gəlib Azərbaycana alıb Urmuda qol qırğınları yaradanın yazarı, münşisi bir elə Salmaslı türkdür, Turab adında. Bunun uşaqları da sonra adların qoyublar Turabı. Elə indi Salmasda da vardılar, Urmiyədə də vardılar. Hətta Zurjuva kəndində də bunların mülkləri var idi. Yəni bu bizdə vardı. Belə şeylər bizdə var. Qədimdən də var, indi də var. Bir dəxələ bir millət böyük bir millətdir. Onun hər cürə üzvü var. Məsələ yəni çox həm kompleksdir, həm inciticidir, həm çox qamizdir. Yəni çox düyümlü bir məsələdir. Mən sizə çox təşəkkür edirəm. Bu mövzu ilə bağlı həqiqətən də bir neçə dəfə video qoydunuz deyə mənim də diqqətimi çəkdi. Sizi dəvət eləmək istədim. Mən həqiqətən də fikirləşirəm ki, bu insanların iç yüzünü göstərmək lazımdır. Yanlış yerdə olduğunu, bu prosesi bilməyənlər var. Bəlkə biraz oturub düşünürlər ki, bəlkə bunlar da düz deyir. Əsla və əsla bunlara imkan vermək olmaz. Ona görə də yenə deyirəm, ifşa eləmək lazımdır, həqiqətləri ortaya qoymaq lazımdır. Proqramda qalsın deyə sizin bayaq bir fikir səsləndirdiniz, Urmunun o mərkəz olmağı ilə bağlı. Ona da mən deyim, Firuddin Cəllov, professor doktor, tarixçi, bununla bağlı zaten elmi olaraq, bilimsel olaraq bununla bağlı bilirsiniz, kitab yazıb Urmu teorisi deyə. Yəni bizim bu coğrafiyadakı türklərin əsas məskəninin Urmu çevrəsi olduğunu deyib və biz o Urmu çevresini bu günlərin gözümüzün önündə Kürtlərə təslim eləyirlər. Bəzi insanlar da bizim aramızdan gedib o Kürtlərlə əl sıxışırlar. Mən təəssüf edirəm ki, YouTube'da çox baxılmır proqramlar, yoxsa sizinlə danışmaq çox xoşdur həqiqətən də. Ümid edirəm bundan sonra da başqa proqramlar eləyəcəyik. Amma son olaraq məhz bu proseslə bağlı sizin son fikirlərinizi dinləmək istəyirəm. Mən belə bir konqrələrdə iştirak etməyi əslində ayıqlamıram. Gedib görüşmək olar, danışmaq olar. Amma biz öz sözümüzü deməliyik. Öz dilimizdə danışmalıyıq. Rəsmi orada onların biri çıxardı, türkcə danışardı. Eyni həmin yoldaşı onu farsçaya çevirərdi. Ondan sonra orada yaranan qruplaşmalarda, birəbirlərdə onların dilindən də danışmaq olar, iletişim qururuq da. Amma rəsmi olaraq Azərbaycanı təmsil etmək lazımdır. Əgər sizin partiyanız sonunda Azərbaycan kəlməsi gedir, Azərbaycana haqqını vermək lazımdır. Çox bilirsiniz, bunlar like qazanmaq üçün, bunlar fan qazanmaq üçün, bunlar bəyəni qazanmaqdan üçün öz dillərini, öz kimliklərini, öz istəklərini bir kənara qoyurlar ki, bunlara desinlər, afərin, afərin, bax, bunlar necə qəşəng adam imişlər. Biz dedik, bəlkə türklərin hamısı xərdir. Bəlkə də yox, dəyilmişlər bunların. İçində əqlilər də var imişlər. Sayın xanım Simin Səbri 2 il bundan qabaq dedi ki, Türkay xirədmənd, yəni ağıllı türklər. Və bunu təmsilən Yunus Şamilini də misal vurdu.
Yəni tamam o tezi ilə gedir. Yəni Farsın baxışı ilə gedir. Ona deyir ki, dayan, hamı xərdək. Burada xirədməndilər də vardı, biz də onları təmsil edirik. Yəni tamamilə təslim olmuş bir beyin, amma çox təfəkkürlü, çox mütəvəhhim, çox yuxarıdan aşağıya baxan. Bunların heç biri nə Sayın Səccad Radmiş, nə Yunus Şamili, nə Simin Təbriyev və təzəlikdə hətta cənab Ərdəbili ki, mən çox sevərəm, sayaram biləsini, heç bizləri ilə irtibat qurmurlar. Heç bizlərin sözünə qulaq asmırlar. Kommentlərə belə cavab yazmırlar. Çox uzun zamandan da. Yəni, heç cür istəmirlər bizimlə söhbət eləyirlər. Amma Kürdünə, Çərkəsinə, Ermənisinə, Farsına, Rusuna hamı ilə irtibat qururlar. Bunu necə təfsir eləmək olur? Sən özünün haqq bilirsən, belə də inanırsan ki, sənin tutduğun yol çox doğru yoldur. Bu bir adamlarla irtibat qurmalısan. Onları bu fikrə gətirməlisən ki, baxın, bu dəlillə siz yanlış yoldasınız. Gəlin bu dəlillə biz bu yola aparaq qabağa. Sən Azərbaycan millətinin heç bir nümayəndəsi ilə irtibat qurmursan, amma düşmənləri ilə, amma düşmən olmasa da dost olmayanları ilə hər cür irtibata hazırsın. Bunu bir cürə yəni təfsir etmək lazımdır. Bunu yəni bir yerə yormaq lazımdır. Elə, çox gözəl ifadə elədi. Çox təşəkkür edirəm. Mən həqiqətən də bugün öz postlarını farsça yazanlarda da belə qınayıram. Simin Səbrinin adını çəkdiniz. Bir neçə il əvvəl o Pəhləvi bayrağının altında gedib onun görüntüsü yayılmışdı. O görüntüyə görə də mən şəxsən özünə yazmışdım. Heç yaraşdırmadım deyə. Mənə demiş ki, Aynur xanım, siz çox şey bilmirsiniz. Nəysə. Nəyi bilməsək də millətimizi bilirik, millətimizlə qürur duyuruq, millətin bir hissəsinə ağıllı, bir hissəsinin ağılsız olduğunu düşünmürük. Bizim millət çox ağıllı millətdir. Hə, zülm görür, eğitimdən uzaq tutulur, təhsildən uzaq tutulur, imkanların reallaşdıra bilmir, amma bizim millət həqiqətən də çox ağıllı millətdir, çox yoxluğun içindən qəhrəman yetişdirmiş, aydın yetişdirmiş bir millətdir. Bu günlər də keçəcək və tarix həqiqətən də o millətin içindən çıxıb xainlik eləyənləri də necə ki, Quzey Azərbaycandakı yazıb bugün hamısını biz ifşa edirik filan vaxtı belə eləyiblər. Tarix bunların hamısını yazır. Hamısı da ifşa olunacaq. Önəmli olan bugün biz hədəfimizdən şaşmayaq. Güney Azərbaycan istiqlalı üçün əlimizdən gələni eləyək. Çox təşəkkür edirəm dəvətimizi qəbul elədiyiniz üçün. Yenidən görüşmək üzrə. Sağ olun. Mən təşəkkür edirəm. Sağ olun. Görüşərik.